Salam Elçin müəllim. Salam qardaş. Müəllim zəhmət olmasa bu suala baxarız da. Çox maraqlı sualdır. Mən izahını çəkib sizə göndərəcəm. Əziz tələbələr, belə bir sual verilmişdi. Təbiət haqqında film müsabiqəsinə qoşulan şərti olaraq ABCD-yə adlandırılmış rejissorların hər biri müsabiqəyə bir film təqdim edib. Bu filmlərdən baxın, biri dağlar, ikisi dənizlər, ikisi isə meşələr haqqındadır. Yəni biz bunu qeyd edək. Biri dağlar haqqındadır, ikisi dəniz haqqındadır və digər ikisi də meşə haqqındadır. Rejissorlardan 3-ü mükafatlandırılmış və filmləri fərqli yer tutmuşlar. Yəni gördüyünüz kimi 5 nəfər var, amma 3-ünə mükafat veriblər. Eyni mövzuda film çəkən həm A, həm C mükafatlandırılmış. Baxın, A və C eyni mövzuda inşa yazıblar və hər ikisi mükafat alıbdır. Daha sonra C-nin filmi A-dan daha üstün yerə layiq görülmüşdür. Bunu sonda biz artıq 1-ci, 2-ci, 3-cü yerləri müəyyən eləyəndə bizə lazım olacaq bu hissə. Daha sonra eyni mövzuda film çəkən Y və D-dən yalnız biri mükafat ala bilmişdi. Yəni Y və D eyni mövzuda film çəkiblər və bunlardan yalnız biri mükafat alıbdır. Bunu da yadımıza saxladıq. Aşağıdakılardan hansı deyir mütləq doğrudur? Biz ilk öncə baxmalıyıq ki, A və C eyni mövzuda inşa yazıb, Y və D eyni mövzuda inşa yazıb. Bunların heç biri dağlar haqqında yaza bilməzlər. Çünki dağlar haqqında bir nəfər nə isə bir şey hazırlamalı idi, film hazırlamalı idi. Amma A və C, Y və D eynidirlər. Yəni biz dağa A-nı yazsaq, məcburuq C-ni də yazaq. Burada artıq gördüyünüz kimi 2 nəfər olur. Buna görə də dağlara kim qalır? A, C, Y, D-dən başqa yerdə qalır B. Yəni biz artıq tapdıq ki, dağlar haqqında film çəkən kim oldu? B oldu və bizdən də mütləq doğrunu soruşurdu deyə doğru cavabımız olur burada A variantı.